Salam, necəsiz dəyərli izləyicilərim? Ümid edirəm ki, yaxşısınız. Mən biraz, necə deyim, depressiyadayam. Hardaysa yadımdan çıxırdı bugün vlog çəkmək. Belə necə deyim, risk çəkmişəm. Ümid edirəm ki, izləyərsiniz, axıracan baxarsınız. Mənim ürəklərim, mənim canlarım, dəyərli izləyicilərim. Yeni gələn bu videoya ilk dəfə baxan izləyicilərimə də salam olsun. Allahın salamı olsun. Xoş gəlmisiniz. Ümidvaram baxarsınız, bəyənərsiniz, abunə olsunuz. Çox sevinərəm. Axıracan baxsaz xoşbəxt olaram. Bu arada yeməyim də bişibdir. Daha çox xoşbəxt oldum. Bir qadın nə istəyər? Yeməyi yoldaşından qabaq hazır olmağa gəlməyindən. Yeməyim də hazırdır. Çəkmişəm də. Burada indi mətbəx dağınıq görəsiniz. Bəlkə mən qınayanlar da olacaq. Ucu alışmışam, öyrənmişəm. Bu gündən depressiyadaydım, belə deyək. Ağlamışam bütün gün demək olar ki. Niyəsə soruşsa, çünki canını aça bilmirəm. 3 gündür YouTube'a mesaj göndərməkdən bezmişəm ucu. Ki canım açılsın. Çünki baxıram, bir yaxdan analitikada indi başı çıxmayanlar ola bilər də. Onlar üçün deyirəm 40.000, 50.000 baxış gəlirdi bir günə. İndi 20.000, 10.000, 100-dən gəlir də. Yəni o da ki shorts videolarına gəlir. Belə videolara baxışım çox azalıbdı, dəhşət azalıbdı. Ay Allah, saadım 4000 saadım yerindən də vermir, dolmur. Əziyyət çəkirəm, canım hil olduğum üçün. Çox təəssüf ki dolmur. Elə qalıb 3500-ə. Tərpənmir də, option belə deyək. Mən də ona əsəbləşirəm, pis oluram, axı əziyyət çəkmişəm. Burada evi göstərirəm, istəyirəm vlog çəkəm. Bir də ki, elə bir ki, əlim, qolum yapışmır, belə necə deyim, həyatdan evi soymuşam. Heç bir şey əlim yapışmır, baxıram, uşaqlar hər yana. Əslində durub, həqiqətən tezdən təmizləmişdim, deyim, çəkiliş eləməyəcəm bugün. Təmizlədim, sildim, süpürdüm, elədim, oturdum aşağı. Bu isə artıq 15.00-dan sonra çəkilişlərdir hamısı. Dedim, yox, mənim dəyərli izləyicilərim var, məni izləyənlər var, məndən vlog gözləyən mənim canlarım var. Çıx depressiyadan, çək bunlara bir vlog. Burada evi göstərirəm. Yəni, ruh halım yaxşı olmayana belə ev dağınıq olur. Çöküşdə olanda belə olur. Burada dəriyən yatışını göstərirəm. Yəni, bugün məndə belədir vəziyyət. Bugün yox, 3 gündə artıq mən stressdəyəm. İnşallah ki, görək, indi YouTube bəlkə bir həftəlik atıb məni belə canlımı da eləyibdir, bilmirəm. İndi 3 gün gedib, 4 günü qalıb. İnşallah ki, o 4 gün mənə belə 4 saniyə kimi gəlib keçər Allahın izni ilə. Çünki canlı açanda, belə deyim, canlı açanda mənim elə bir ki, səhifəm aktiv qalır da, çox qəşəng aktiv olur. Həm də ki, izləyicilərimlə söhbət edirəm. Başım qarışır da elə bir ki. Başım qarışır, həm söhbət edirəm, həm səhifəm aktivləşir, var olsun hər biri. Yeni gələnlərdə inşallah sizdə, inşallah ki, yeni gələn izləyicilər də bizlərə qoşular. Yaxşı söhbət edərik. Allahın izni ilə siz də mənim dəyərli izləyicilərim, siz var olasınız hər biriniz. Allahın salamı olsun hər birinizə bir daha. Bir də ki, bir yorum oxudum. Çox sağ ol, dəyərli bacımız, var olun hər biriniz. Yazmışdı ki, bir videoya 5 dəfə baxıram. Tək sən sağdın gəlsin. Çox sağ ol, səni buradan qucaq dolusu öpürəm. Amma çox xahiş edirəm, bir dəfədən artıq baxmayın. Çox xahiş edirəm. Çünki 5 dəfə olanda mənə saatlarım... Yəni 5 dəfə öz əziyyətə verib baxma. Bir daha baxsan kifayətdir, ürəyim mənim, canım mənim. Çox sağ olasınız, var olsun. Başqa telefondan hər birindən bir daha baxmaq olur. İkinci səfər baxmaq, necə deyim, yəni belə deyim, bildizdə nə deyirəm. Çünki nəysə, buraya keçsə, yemək pişirirəm, deməli, bura çolpa pişirirəm. Canım qaynanam, ürəyim qaynanam, göndərən çolpadan pişirirəm. Bir də dünənki qoy, o vlogda demişdim axırında, qoy indi deyim.
Deməli, o fabellikdən olan başıma gələn hadisəni danışım. Nəysə, o xanım mənə göndərdi, malları göndərdi. Mallar satan kimi mənə yazdı ki, bəs mənim reklam elə, hə, bəs nömrəmi də qoy ora, kimsə bəlkə istəsə. Dedim, eybi yoxdur, eləyərəm. Onsuz mənim ürəyimdən keçirdi ki, hə, belə çəkiliş eləyərəm. Reklam kimi də bunun üçün. Hə, nəysə, mən bunun mən özdə səhifəmdə 400 min, 500 min baxışlar gəlirdi ha. Yəni mən səhifəm bir ay o da əlləşmişdim. Yəni qalxmışdı, qəşəng qalxmışdı. 6 min, 7 min, 8 minə qalxırdı səhifəm. Mən bu fabeliki paylaşan kimi səhifəmin təpəsinə daş düşdü. TikTokda. Hə, yaman günə qaldı səhifəm. Səhifəm öldü. Bu xanım da məndən əl çəkmir də WhatsAppda. Ancaq yığır, bacı nə oldu, bacı nə oldu, bacı nə oldu, bacı mənə adam gəlmədi, bacı belə oldu, bacı elə oldu. Məni bezdirdi də demək olar ki. Deyim ki, ay bacı, valla mən sən paylaşdım. Özdə 2 dəfə video paylaşmışam. Kəşfiyyata düşmür də, 1000 baxışdan oyuna getmir. Yox, mənə izləyici gəlmədi. Mən sənə mal verdim. Amma səndən mənə bir xeyir gəlmədi. Elə bir ki, mən bununla əməkdaşlıq eləmişdim ki, sən Allahın gətir malları vermə, mən sənə adam gətirəcəm, adam yığacam. Nə bilim, valla, dəhşətdir də insanlar, belə deyək. Hə. O qədər bezitdi ki, elə bir ki, axırı qayıtdım, dedim ki, nə qədər eləyir bunun pulu? Hə. Dedi ki, 43 manat 44 qəpik. Dedim ki, şeydir də, elədirsə gəlmir də. Hə, kartı at. Mən pulum olanda ataram da pulu. Bezdir axı məni, insan çürüyür. Hə, götürəsən kart atasan, bir yaxdan pay göndərmişdi ha. Bir yaxdan gör pay idi, uşaqlara pay. Hə. Hə, nəysə, kart atasan mənə. Hə, deyim ki, öz ağzını demişəm ki, yoldaşım fəhlə işləyir də, yəni bir gün iş olur, bir gün olmur. Yoldaşımın da vəziyyəti, səhhəti bir gün yaxşı olur, bir gün belə də olur. Yəni özüm pis eləyəndə getmir. Nəysə, şeydir. Nə deyirdim? Hə, qayıtdı belə ki, şeydir. Bir gün keçdi üstündən. Bacı, nə oldu? Karta pul gəlmədi. Hə, bacı, nə oldu? Karta pul gəlmədi. Mən də inan Allaha borc tapdım, borc. Başqasından, mamamgildən. Hə. Bunun pulunu attım. Bunu attım bloka. Buradan sözüm vardı ki, ürəyimdən çox söz keçirdi o yazıb bloka atmaq. Prosta sadəcə blok atdım. Nələ şeytana deyib blok atdım. Amma buradan bəlkə də işte özü. Valla ayıb olsun sizin kimi insanlara. Bilirsiniz niyə? İnsanları aldadırsınız. Deyirsən ki, özə dirəşmirsən ki, uşaqlara pay göndərirəm. Sən mənə əlbəttə borcun yoxdur pay göndərmək. Sadəcə sən yazdığıma deyirəm ki, deyirsən ki, uşaqlara pay göndərirəm, belə eləyirəm, elə eləyirəm. Hə. Mən də razı olmuram, sən məcbur edirsən ki, yoxa pay. Sonra pay göndərirsən, sonra da ancaq da mənə bir əmr eləyirsən ki, hə, şeylə paylaş ki, nömrəmi də qoy. Hə, mən də öz ürəyimdə zaten sən deməmişdən qabaq dedim ki, qoy Allah hamının işinə van diləsin, zərər yoxdur, elə qoymun paylaşın da. Mən də paylaşıram, kəşfiyyata düşmür də balam. Mən də elə bir ki, Almaniya səhifəsi idi. Onun üçün yəni kəşfiyyata düşmür də, bunun düşmür. Yəni bloklayır mənə. Ondan sonra elə bir ki, it nəfsinə gəldim. Səhifəm də öldü. Səhifəmdə nə qədər paylaşım edirəm, 100 mindən yuxarı keçmir. Bax, əslində o mənim səhifəm öldü. Həm pulumu yedi. Nə olsun mal məndədir. Məsəl üçün, nəyə görə deyirəm? O, yəni fabellikdən belə ucu soymuşam, zəhlim qaçır belə deyim. Onun qabaqda mən 2 dəfə, 3 dəfə fabellikə girmişəm. Elə bir ki, necə deyim? Allah hamının işinə van diləsin. Orada mənki tutmayıbdı, olmayıbdı. Hə, yəni, nəysə. Nəyə görə deyirdim o da? O təmizlik bloquna fabellik görsənlər. Deyirəm ki, kəşfiyyata düşər deyirlər, fabellikin reklamını deyir. Xeyr, fabellikin reklamı falan eləmirəm. Öz pulumdan almışam. Hə, belə çıxır ki, yəni aldım da mən o artıqlamasıcam, pulumu verdim. Hardadır o məndə bəxt ki, kimsə mənə pay göndər ki, alabacıq da sənə pay. Ömründə olmayıb, elə Allah mənə özümə yetirsin hər zaman.
Yeməyimin altını söndürüm. Söp işte. Ay Allah, hələ 9 dəqiqə danışıram. Bir də dəyərli bacılarım, mən necə vloglar çəkim? Bir xanım demişdi ki, deyəndə dəyəri ya, deyəndə. Bir xanım demişdi ki, namaz necə qılmısan? Yəni namaza necə başlamısan, onu çək. İnşallah ki, onu sabah çəkəcəm. İnşallah ki, niyyətimdə var ki, sabahki vlogda Allah qoysa, o haqda bəhs edərəm, danışaram. Onun ayrıca vlog olar inşallah. Belə inşallah bircə 4000 saatım tamamlasaydım, belə necə deyim, qəşəng vloglar çəkərdim də. Yəni motivasiyam yaxşı olardı inşallah. Allahın izni ilə. Başqa nə söhbət edeyim? 10 dəqiqə oldu. 16 dəqiqəlik vlog olacaq bu vlog. Burada soğan soyuram, kartof soyuram. İndi gəlib deyəcəklər ki, kartofu niyə elə qalan soyursan? Bu bıçaq iti bıçaqdır. Bıçaqdır. Hə. Onun üçün əlimi kəsməsin deyənə elə soyuram. Həm də ki, nazik, çox nazik, ürəyim sıxılır, soya bilmirəm. Yalan durub nə danışım? Elə çox bacarıqlı deyiləm ki, çox nazik, tırçım kartof soyam. Bilirəm, yəni nə deyirlər o yadımdan? İsrafçılıq deyirsiniz, nə deyirsiniz? Prosta əlimdən gələni. Əlimdən gələn qədər bacarıram ki, nazik eləyəm. Əslən buradan elə qalın görsən. Valla mən yəqin mən hiss eləmirəm ki, nə deyim. Soğanı doğramışam, kartofu quruyacaq ki. Çart. Hə. Uca yuxum gəldi. Uca yuxum töküldü. Yəni o məsələdə elə Allah hamının ruzusunu özünə yetirsin. İnşallah Allah mənə də ruzumu buradan yetirər. Allah qoysa, Allahın izni ilə. Mən də arzularım var, istəklərim var. İnşallah ki, yaxşı olar. Allah hamının işinə van dirəsin. Günü uğuru keçsin. Qazancı bol olsun, mən də onun içində. Allahın izni ilə. Elə darıxmışam ki, canına çox dəyərli izləyəcəm, sizinlə söhbət eləməkdən ötürü. Deyin. Bir də mənim maraqlı nə gəlir, yəni Allah heç kimi depressiyaya soxmasın. Sadəcə insanıq da, hamımız depressiyaya girə bilərik. Məsələn, mən depressiyaya girəndə istəyirəm ki, yatam, uzanam, yatam, iş görməyəm, bir də ki, itə dönürəm o dəqiqə. Dəhşət çox da yəni. Siz necə olursunuz? Belə mən dindirmək mümküniyyəti yoxdur da. Siz necə olursunuz? Məsəl üçün, adam var yeyir, mən yemirəm. Mən yeməkdən də kəsilirəm. İstəyirəm elə ancaq uzanam, yatam. Amma enerjili olanda, hər şeyim yaxşı keçəndə, o deyir, dağı üstünə qoyuram. Burada göstərdim o bir otağı. Amma ki, indi necə deyim, elə bilirəm ki, daş daşımışam da. Yəni, o qədər yorğun hiss edirəm özümü, o qədər yorğun hiss edirəm. Onun üçün qaldı. Əslində çox iş gördüm, orada paltar sərdim, pendirləri yerləşdirdim, qaynanan verən şoru yerləşdirdim, pendiri yerləşdirdim. Amma ki, çəkmədim, vloga çəkmədim. Niyə çəkmədim, o da bilmirəm. Elə bir ki, mən tripod da bezdirir. Tripod yekə, evlər balaca, axşam yatarıq, indi yatma. Yəni, hər saniyə soğuk çıxar telefonu ki, tripoda. İnşallah ki, belə olmayacam, pozitiv olacam, Allahın izni ilə. Onda hər şey çəkəcəm, hər bir şey inşallah çəkəcəm. Bircə canını açsın, mən bu dəqiqə ən xoşbəxt eləyən bir şey olsa o da 4000 saatım dolmaq olar, bir də canına yerim görəm ki, açıqda söhbət eləmək. Çünki necə deyim, xanımlara bağlanmışam, belə necə deyim, söhbət eləməyəndə darıxıram xanımlardan ötürü. Çünki söhbət eləyirdik, nə var, nə yox eləyirdik. Elə bir ki, indi günlərim necə deyim, boş keçirdi, elə bir ki, mənasız keçir.
Çünki o qədər canlı açmışdım ki, ucu canlı yor geçmişəm. Başqa səhifədən də bu da odayım, aça bilmirəm. Bilirsiniz niyə? Başqa səhifədən canlı açsam, YouTube mənim artıq səsimi tanıyır. Üzümü görməsə də səsimi tanıyır. Onun üçün aça bilmirəm. Yoxsa kanalımı bağlaya da bilər. Elə mənə mesaj göndərmişdi ki, başqa tərəfdən canlı açma. Mən də açmıram. Gözləyirəm. Allah buradan deyirəm, ay YouTube, ürəyə insaf versin sənin. Mənim canlımı açasan. Mənim dəyərli izləyicilərimlə darıxıb, ay YouTube. Sənin neyinə dindi? Öz də o səslə buradan qoy YouTube danışım. Öz də orada uşaqlar görsənməmişdi. Götürübsən mənə ondan deyirsən, bağlayırsan onlarımı. Uşaqlar görsənməmişdi. Uşaqlar nə olsun, həmişə səs gəlir də. Mən də darıxdım, neyinirsən ha, canlı açıb indi. Aç da, saat 1-də aç, 2-də aç, 3-də aç, gün orta. Neysən saat 11-də canlı açırsan? Diribaş düşmüşdün də, heç nə. Burada da evi süpürmüşəm, silməm.